7-ci sinifdən növbəti 14-cü, 15-ci dərsimiz geyimin cəmiyyətdə rolu haqqındadır. Bu dərsdə biz geyim haqqında, bir də orta əsrlərdə Avropa ölkələrində olmuş müxtəlif geyim üslubları haqqında öyrənəcəyik. Deməli, başlayaq nədən? Deməli, bu geyimin cəmiyyətdə rolu haqqında konspektimizdir. Gəlin öyrənmə planından başlayaq. Deməli, geyimin cəmiyyətdə rolunu öyrənmə planı. Geyimin cəmiyyətdə rolunu öyrənmə planı. Birinci sualımız. Müxtəlif üslubların inkişafını, antik, Bizans, gotik üslubların inkişafını memarlıqdan başqa daha hansı sənətlərdə izləmək olar? Nə deyir? Deyir, müxtəlif üslubların inkişafını, yəni antik, Bizans, gotik üslubların inkişafını memarlıqdan başqa daha hansı sənətlərdə izləmək olar? Memarlıqdan başqa, yəni biz bu üslublar haqqında başqa hansı sahələrdə, sənətlərdə öyrənirik? Deməli, yadınızda saxlayın. Bu üslubları, yəni antik, Bizans, baroko, rokoko üslublarını biz həm memarlıq abidələrində öyrənirik, həm geyimlərdə öyrənirik, həm baş geyimlərində öyrənirik, həm mebeldə öyrənirik, həm də interyerdə öyrənirik. Yəni toplam 5 sahədə öyrənirik. Deməli, bu üslubların inkişafını biz memarlıq abidələrində, geyimlərdə, baş geyimlərində, mebellərdə, bir də interyerdə öyrənirik. İkinci sualımıza baxaq. Qədim dövrlərdən bu günə kimi geyimdə nələr dəyişib? Çox şey dəyişibdir. Qədim insanların geyimi haqqında nə bilirsiniz? Ümumiyyətlə, qədim insanların geyimi ilə indi bizim belə deyim də, müasir geyimin fərqi çoxdur. İnsanların geyimi nəyi bildirir? Onun haqqında hansı məlumatları verir? İnsanların geyimi, ümumiyyətlə geyim tərzi insanın cəmiyyətdəki mövqeyi haqqında, peşəsi haqqında məlumat verir. Məsələn, hər bir peşənin özünə məxsus geyim forması var, geyim tərzi var. Məsələn, polislərin öz geyimi var, müəllimlərin öz geyim forması var, şagirdlərin öz geyim forması var və s. Yəni, geyim insanın cəmiyyətdəki mövqeyini, peşəsini bildirir. Sonra gəldik, növbəti sualımız. 5-ci sual. Kostyum sözünün mənşəyi və mənası nədir? Kostyum sözünün mənşəyi və mənası nədir? Kostyum sözünün mənası adət-ənənə deməkdir. İtalyan mənşəli sözdür, adət-ənənə deməkdir. Bəli, kostyum sözünün mənası adət-ənənə deməkdir. Kostyum sözünün mənası nə oldu? Adət-ənənə oldu. Bəli, kostyum sözünün mənası adət-ənənə deməkdir. 6-cı suala baxırıq. Moda sözünün mənşəyi və mənası nədir? Moda sözü isə dəb deməkdir. Həyat və mədəniyyətin hər hansı bir sahəsinə müəyyən üslubun müvəqqəti hökmranlığıdır. Moda. Bəli, həyat və mədəniyyətin hər hansı bir sahəsində müəyyən üslubun müvəqqəti hökmranlığıdır. Həyat və mədəniyyətin hər hansı bir sahəsində müəyyən üslubun müvəqqəti hökmranlığıdır. Moda, yəni dəb. Baxın, biri var moda, biri var modelyer. Moda dəb deməkdir, yəni geyimin dəbi deməkdir, geyimlərin dəbi modası deməkdir. Modelyer isə geyimləri hazırlayan mütəxəssisdir. Moda dəb deməkdir, modelyer isə geyimləri hazırlayan mütəxəssisdir. Və modada, yəni dəbdə həyat və mədəniyyətin hər hansı bir sayəsində müəyyən üslubun müvəqqəti hökmranlığıdır. Yəni hər bir belə deyim də, modanın müəyyən bir dövrü var. 8-ci sualımıza baxırıq. Tarixi geyim ilə milli geyimin fərqi nədir? Tarixi geyim ilə milli geyimin fərqi nədir? Milli geyim dəyişməyən geyimlərdir. Yəni, məsələn, bizim milli geyimlərimiz günümüzdə necə var, elə də gəlib çatıbdır. Amma tarixi geyim isə dəyişən geyimlərdir. Belə deyim də, mövcud olduğu dövrdən asılı olaraq, mövcud olduğu dövrün təsiri ilə az və ya çox dəyişən geyimlərdir tarixi geyimlər. Yəni, tarixi geyimlər az və ya çox dəyişir, mövcud olduğu dövrdən asılı olaraq, amma milli geyimlər isə dəyişmir.
Deməli, tarixi geyim ilə milli geyimin fərqi nə oldu? Milli geyimlər dəyişmir, necə var elə də qalır. Amma tarixi geyimlər mövcud olduğu dövrdən asılı olaraq az və ya çox dəyişən geyimlərdir. Bəli, tarixi geyimlər mövcud olduğu dövrdən asılı olaraq az və ya çox dəyişən geyimlərdir. Xüsusilə orta əsrlərin sonlarından başlayaraq modaya tabe olmaqla az və ya çox dəyişən geyimlər hansılardır? Bəli. Nə deyir bizə burada? Deyir, xüsusilə orta əsrlərin sonlarından başlayaraq modaya tabe olmaqla az və ya çox dəyişən geyimlər hansılardır? Tarixi geyimlərdir. Xüsusilə orta əsrlərin sonlarından başlayaraq modaya tabe olmaqla, dəbə tabe olmaqla az və ya çox dəyişən geyimlər hansılardır? Tarixi geyimlərdir. Tarixi geyimlərdir. Bəli, tarixi geyimlər az öncə də dedim, modaya tabe olmaqla, dövrün belə deyim də, mövcud olduğu dövrə tabe olmaqla az və ya çox dəyişən geyimlərdir. Modaya tabe olmaqla, mövcud olduğu dövrdən asılı olmaqla az və ya çox dəyişən geyimlər tarixi geyimlər adlanır. Deməli, tarixi geyimlər az və ya çox dəyişən geyimlərdir. Modaya tabe olmaqla, dövrə tabe olmaqla, mövcud olduğu dövrə tabe olmaqla, bir də modaya tabe olmaqla. Amma milli geyimlər isə dəyişməyən geyimlərdir. Qədim xalqların geyimləri nə ilə fərqlənir? Görünüşü ilə, forması ilə, ornamentləri ilə, naxışları ilə, rəngi ilə fərqlənir. Geyimlər insanlar haqqında nə danışır? Az öncə dedik, geyimlər insanın cəmiyyətdəki mövqeyini bildirir. Deməli, bu ilk öyrənmə planımız bitdi. Deməli, başqa nə qaldı burada? Cəmi 11 sual idi burada. İndi keçək əsas məsələyə. Orta əsrlərdə geyim üslubları. Orta əsrlərdə mövcud olmuş geyim üslubları hansılardır? Antik geyim üslubudur, Bizans geyim üslubudur, Roman geyim üslubudur, Gotik geyim üslubudur, İntibah geyim üslubudur, Baroko geyim üslubudur və Rokoko geyim üslubudur. Biz bu 7 üslubu harda öyrənirik, haralarda öyrənirik? Memarlıq abidələrində, baş geyimlərində, geyimlərdə, mebeldə və interyerdə. Bəli, bu 7 üslubu biz təxminən 5 sahədə, 5 yerdə öyrənirik. Hansılar oldu? İlk olaraq memarlıq abidələrində öyrəndik, hal-hazırda geyimlərdə öyrənirik, keçən dərs baş geyimlərində öyrəndik, bundan sonra mebeldə və interyerdə öyrənəsiyik. Deməli, bu üslublar həm memarlıq abidələrində olur, həm geyimlərdə, həm baş geyimlərində, həm mebeldə, həm də interyerdə olur. Bunu belə yadda saxlayaq. Deməli, və bütün hamısında da üslubların ardıcılığı eynidir. Antik, Bizans, Roman, Gotik, İntibah, Baroko, Rokoko. Antik, Bizans, Roman, Gotik, İntibah, Baroko, Rokoko. İndi gəlin bu geyim üslublarına baxaq və bu hər üslubda olan geyimin özünə məxsus xüsusiyyətləri var. Gəlin başlayaq. Orta əsrlərdə geyim üslublarını öyrənmə planı. Əvvəlcə konspekt üzərindən öyrənək, sonra öyrənmə planına keçərik. Burada konspektləşdirmişəm geyim üslublarını. Əvvəlcə şəkil üzərindən öyrənək, sonra xüsusiyyətlərinə keçərik. Bu ekranda gördüyümüz geyim üslubu antik geyim üslubudur. Bəli, antik geyim üslubudur. Antik geyim üslubu belə olurdu. Əsasən, baxın, həm şəkil olaraq, həm də söz olaraq yadda saxlamaq lazımdır bu mövzunu. Antik geyim üslubu, baxın, belə olurdu. Bu hansı geyim üslubudur? Antik geyim üslubudur. Bəli, antik geyim üslubu. Antik geyim üslubu bu formada olurdu. Və antik geyim üslubu, antik geyimlər əsasən 1-5-ci əsrləri əhatə edir. Antik geyimlər əsasən 1-5-ci əsrləri əhatə edir. Antik üslubda olan geyim şaquli qırçınlardan, ayaqqabı isə yalnız atlıq və qaytanlardan ibarətdir. Bəli, antik üslubda olan geyim şaquli qırçınlardan, ayaqqabı isə yalnız atlıq və qaytanlardan ibarətdir. Antik üslubda olan geyim şaquli qırçınlardan, ayaqqabı isə yalnız atlıq və qaytanlardan ibarətdir. Bəli, bu da bizim antik üslubda olan geyimimizdir. Antik üslubda olan geyim necə olurdu? Hansı formada olurdu? Şaquli qırçınlardan ibarət olurdu. Baxın, şaquli qırçınlar. Baxın, belə şaquli qırçınlardan ibarət olurdu. Baxın, ekranda şaquli qırçınlar görürük donun ətəyində. Şaquli qırçınlardan ibarət olurdu. Şaquli qırçınlardan ibarət olurdu. Bir də ayaqqabı isə necə olurdu? Ayaqqabıya baxın. Ayaqqabı isə
altlıqdan və qaytanlardan ibarət olurdu. Ayaqqabı isə, antik üslubda olan ayaqqabı isə altlıq və qaytanlardan ibarət olurdu. Altlıq və qaytanlardan ibarət olurdu. Baxın ayaqqabıya diqqətlə. Altlıqdan və qaytanlardan ibarətdir. Gördünüz? Altlıq və qaytanlardan ibarətdir. Altlıq və qaytanlardan ibarətdir. Bu antik geyim üslubu oldu. Deməli, antik geyim üslubu nədən ibarət oldu? Necə oldu? Şaqili qırçınlardan ibarətdir. Şaqili qırçınlardan ibarətdir. Ayaqqabı isə altlıq və qaytanlardan ibarətdir. Bəli, antik üslubda olan geyim şaqili qırçınlardan, ayaqqabı isə yalnız altlıq və qaytanlardan ibarətdir. Altlıq və qaytanlardan ibarətdir. Həqiqətən də şəklə baxın. Ayaqqabı altlıq və qaytanlardan ibarətdir. Sadəcə altlıq və qaytanlardan ibarətdir antik üslubda olan ayaqqabı. Bunu belə yadda saxlayırıq. Bu bizim antik üslubda olan geyimimiz oldu. Antik üslubda olan geyimimiz bu cürdür. Aha, antik üslubda olan hansı memarlıq abidəsini keçmişdik? Parfenon məbədini keçmişdik də Yunanistanda olan. Bəli, antik üslubda olan memarlıq abidəsi isə Parfenon məbədidir. Parfenon məbədidir. Yəni bu geyim üslubu ilə Parfenon məbədi eyni üslubdadır, antik üslubdadır. Bura qoy yazım Parfenon məbədi, yazmağı unutmuşam. Parfenon məbədi. Parfenon məbədi. Bəli, Parfenon məbədi bu geyim üslubu ilə eyni üslubdadır. Yəni antik üslubdadır. Parfenon məbədi və bu geyim üslubu eyni üslubdadır. İkisi də antik üslubdadır. Sonra keçdik Bizans üslubuna. Bizans üslubunu yadda saxlamaq asandır geyim forması olaraq. Çünki daşqaşlardan ibarətdir. Baxın, bu isə Bizans üslubunda olan geyim formasıdır. Geyim üslubudur. Bəli, Bizans üslubunda olan geyim bu cürdür. İndi gəlin baxaq görək Bizans üslubunda nə var? Bizans geyim üslubu. Bizans geyim üslubu. Bizans geyimləri 4-cü, 6-cı əsrləri əhatə edir. Əsasən Bizans geyimləri, Bizans üslubunda olan geyimlər əsasən 4-cü, 6-cı əsrləri əhatə edir. 4-cü, 6-cı əsrləri əhatə edir. Bizans üslubunda olan geyimlər şərqə xas olan dəbdəbəli və çox bahalı materiallardan istifadə olunması ilə diqqəti cəlb edir. Bizans üslubunda olan geyimlər şərqə xas olan dəbdəbəli və çox bahalı materiallardan istifadə olunması ilə diqqəti cəlb edir. Bəli, Bizans üslubunda olan geyimlər şərqə xas olan dəbdəbəli və çox bahalı materiallardan istifadə olunması ilə diqqəti cəlb edir. Yəni, Bizans üslubunda olan geyimlər bahalı parçalardan tikilirdi, bahalı materiallardan tikilirdi və dəbdəbəli olurdu, bahalı daşqaşlarla bəzədilirdi və şərqə xas olan dəbdəbəli parçalardan hazırlanırdı. Əsasən, bəli, Bizans üslubunda olan geyimlər şərqə xas olan dəbdəbəli və çox bahalı materiallardan istifadə olunması ilə diqqəti cəlb edir. Burada daşqaşlarla bəzədilmiş qiymətli parçalardan istifadə olunurdu. Burada, yəni Bizans geyim üslubunda daşqaşlarla bəzədilmiş qiymətli parçalardan istifadə olunurdu. Bəli, burada, yəni Bizans geyim üslubunda daşqaşlarla bəzədilmiş qiymətli parçalardan, bahalı parçalardan istifadə olunurdu. Daşqaşlarla bəzədilmiş qiymətli parçalardan, bahalı parçalardan istifadə olunurdu Bizans geyim üslubunda. Baxın, bahalı daşqaşlardan istifadə olunurdu. Görürsünüz, Bizans üslubunda olan bu geyimi üzəri bahalı daşqaşlarla doludur. Görürsünüz, daşqaşlarla doludur üzəri. Belə parçalar həndəsi motifli dairə, kvadrat, ulduz və xaçvari naxışlarla bəzədilirdi. Belə parçalar, yəni Bizans geyim üslubunda istifadə olunan bahalı parçalar, həndəsi motifli dairə, kvadrat, ulduz və xaçvari naxışlarla bəzədilirdi. Bizans üslubunda olan geyimlərdə bahalı parçalar əsasən həndəsi ornamentlərlə bəzədilirdi. Bu həndəsi ornamentlər hansılardır? Dairədir, kvadratdır, ulduzdur və xaçvari naxışlardır. Bəli, dairə, kvadrat, ulduz və xaçvari naxışlarla bəzədilirdi Bizans geyim üslubu. Dairə, kvadrat, ulduz və xaçvari naxışlarla bəzədilirdi Bizans geyim üslubunda olan geyimlər. Deməli, dairə, kvadrat, ulduz,
və xaçvari naxışlarla bəzədilirdi. Dairə, kvadrat, ulduz və xaçvari naxışlarla bəzədilirdi Bizans geyim üslubu. İndi gəlin üzərində olan o naxışlara baxaq, görürsünüz. Üzərində olan naxışlar dairəvi formadadır, kvadrat formadadır, hətta romb belə var, ulduz naxışları olurdu, bir də xaçvari naxışları olurdu. Baxın, kvadrat formalar var geyimin üzərində, sonra dairəvi formalar var, ondan sonra əlavə olaraq xaçvari və ulduz naxışlarından da istifadə olunurdu. Görürsünüz, mərkəzdə olan, kvadratın mərkəzində olan naxışlar ulduz formasındadır, ulduzvari formalardır. Deməli, hansı dəst ornamentlərdən istifadə olunurdu? Dairə, kvadrat, əlavə olaraq da ulduz və xaçvari naxışlardan istifadə olunurdu Bizans geyim üslubunda. Bizans geyim üslubunda bahalı daş-qaşlardan istifadə olunurdu, bahalı parçalardan istifadə olunurdu. Bu da şərqə xas olan xüsusiyyətləri idi. Bu bizim Bizans geyim üslubumuz oldu. İndi keçirik. Növbəti geyim üslubumuz isə roman geyim üslubudur. Roman geyim üslubudur. Bu isə roman geyim üslubudur. Roman geyim üslubu. Bizans geyim üslubuna Ayasofya aid idi də. Ayasofyanı unutmuşam yazmağa. Gözləyin, o Ayasofyanı əlavə edeyim tez. Bizans geyim üslubunda hansı memarlıq abidəsini keçmişdik? Ayasofyanı keçmişdik. Ayasofya məbədini keçmişdik. Bəli, Ayasofya məbədi. Deməli, bu geyim üslubu ilə hansı memarlıq abidəsi eyni üslubdadır? Ayasofya məbədi. Bəli, bu geyim Bizans geyim üslubudur. Yəni, Bizans üsluba aiddir. Bizans üslubunda da biz hansı memarlıq abidəsini keçmişdik? Ayasofya məbədini keçmişdik. Ayasofyanı keçmişdik. Yəni, bu cür əlaqələndirərək öyrənmək lazımdır. Eyni üslubda olan memarlıq abidəsi ilə eyni üslubda olan geyimi. İndi keçək roman üslubuna. Roman üslubu dedik budur. Roman geyim üslubumuz budur. Diqqətlə baxaq. Roman geyim üslubu. Roman geyimləri 10-cu, 12-ci əsrlər, əsasən 10-cu, 12-ci əsrlər. Roman geyim üslubu antik irsin daşıyıcısı olsa da ona çoxlu əlavə edilmişdir. Sadə və geniş paltarlar, eyni xətlər və naxışlı haşiyələr vasitəsilə bəzədilmişdir. Roman geyim üslubu antik irsin daşıyıcısı olsa da, ona çoxlu əlavələr edilmişdir. Sadə və geniş paltarlar, enli xətlər və naxışlı haşiyələr vasitəsilə bəzədilmişdir. Bəli, roman geyim üslubu antik irsin daşıyıcısı olsa da, ona çoxlu əlavələr edilmişdir. Sadə və geniş paltarlar, enli xətlər və naxışlı haşiyələr vasitəsilə bəzədilmişdir. Deməli, roman geyim üslubu antik irsin daşıyıcısı olsa da, ona çoxlu əlavələr edilmişdir. Sadə və geniş paltarlar, enli xətlər və naxışlı haşiyələr vasitəsilə bəzədilmişdir. Burada açar sözlərimiz naxışlı haşiyələrdir. Haşiyə varsa roman geyim üslubudur. Antik irsin daşıyıcısı sözü varsa roman geyim üslubudur. Bəli, roman geyim üslubu antik irsin daşıyıcısı olsa da ona çoxlu əlavələr edilmiş, sadə və geniş paltarlar, enli xətlər və naxışlı haşiyələr vasitəsilə bəzədilmişdir. Bu da roman geyim üslubunun xüsusiyyətləri oldu. Gəlin indi roman geyim üslubuna baxaq. Dedik, roman geyim üslubu hansı irsin daşıyıcısı da antik irsin daşıyıcısı olsa da, roman geyim üslubu antik irsin daşıyıcısı olsa da, ona çoxlu əlavələr edilmişdi. Roman üslubunda olan geyimlər enli və geniş idi. Enli xətlərdən istifadə olunurdu və haşiyələrdən istifadə olunurdu. Haşiyələrdən ibarət idi, naxışlı haşiyələrdən ibarət idi. Baxın, roman geyim üslubunda görürsünüz, haşiyə var. Bu da həm buradan haşiyə gedir, həm də aşağıdan haşiyə gedir. Görürsünüz, donun aşağı hissəsi haşiyədən ibarətdir. Ortasında da haşiyə var. Aydın oldu, yəni hansı geyimdə haşiyə varsa, o roman geyim üslubudur. Bəli, haşiyələr də görürük də açıq aydın. Aşağı hissəsində verilibdir. Əsasən geyimlərin bir də mərkəzindən haşiyə gedir. Bəli, bu da roman geyim üslubu. Gəldik növbəti geyim üslubumuz gotik geyim üslubu. Bu da gotik geyim üslubudur. Gotik üslubunda olan papağı az öncə öyrəndik. Dedik, konusvari formadadır gotik üslubda olan baş geyimi. Gotik üslubda olan geyimi bu papaq forması ilə yadda saxlamaq asandır.
Bu gotik üslubumuzdur. Gotik geyim üslubuna baxaq. Yenə yadımdan çıxdı. Roman üslubunda olan memarlıq abidəmiz hansı idi? Pizan kilsəsi idi, elə İtaliyada yerləşən. Burada Pizan kilsəsini yazım. Pizan kilsəsi. Deməli, bu da Pizan kilsəsi. Deməli, roman geyim üslubu ilə, yəni bu geyim üslubu ilə eyni üslubda olan memarlıq abidəsi hansı oldu? Pizan kilsəsi oldu. Bəli, Pizan kilsəsi oldu. Keçək indi gotik geyim üslubuna. Burada da Notre Dame kilsəsini yazaq. Çünki Notre Dame kilsəsi gotik memarlıq üslubuna aiddir. Buraya yazaq Notre Dame kilsəsi. Notre Dame kilsəsi də gotik üslubuna aiddir. İndi gotik geyim üslubuna baxaq. Gotik geyim üslubu 12-ci, 16-cı əsrlərdir. Gotik geyim üslubu 12-ci, 16-cı əsrlərdir. 12-ci, 16-cı əsrlərdir. Şaquli xətlərin və iti bucaqların çoxluğu həm memarlıqda, həm də geyimlərdə gotik üslubun ən mühüm cəhətlərindən sayılır. Bəli, şaquli xətlərin və iti bucaqların çoxluğu, şaquli xətlərin və iti bucaqların çoxluğu həm memarlıqda, həm də geyimlərdə gotik üslubun ən mühüm cəhətlərindən sayılır. Deməli, şaquli xətlərin və iti bucaqların çoxluğu həm memarlıqda, həm də geyimlərdə gotik üslubun ən mühüm cəhətlərindən sayılır. Həm memarlıqda, həm də geyimlərdə gotik üslubun ən mühüm cəhətlərindən sayılır. Gotik üslubda da olan hansı memarlıq abidəsini keçmişdik? Notre Dame kilsəsini keçmişdik. Yəni Notre Dame kilsəsi bu geyim üslubu ilə eyni üslubdadır, gotik üslubundadır. Gotik üslubunda da açar məqamlar, şaquli xətlər, iti bucaqlar oldu. Bəli, şaquli xətlər və iti bucaqlar gotik memarlıq üslubuna aiddir. Həm memarlıqda, həm də geyimlərdə. Bəli, şaquli xətlər ümumiyyətlə roman üslubunda da var idi. Bəli, şaquli xətlər səhv eləmirəmsə, yox, enli xətlər idi, səhv saldım. Roman üslubunda enli xətlərdir. Gotik üslubda şaquli xətlərdir. Belə yadımızda saxlayaq. Enli xətlər roman üslubundadır. Enli xətlər roman üslubundadır. Amma şaquli xətlər isə gotik üslubdadır. Bu da bizim gotik üslubda olan geyimimiz. Gotik üslubda olan memarlıq abidəsi dedik Notre Dame kilsəsidir. İndi keçək növbəti üslubumuza, intibah geyim üslubu. Bu isə intibah geyim üslubudur. İntibah geyim üslubunda görürsünüz, papaq hansı həndəsi formadadır, silindir formasındadır. Bəli, bu intibah üslubunda olan geyimi necə yadda saxlayırıq? Bu şortik vasitəsilə yadda saxlamaq olar. Yəni bu geyim, bu cür geyim, yəni dizə qədər olan şalvar mı deyim, şortik mi deyim, nə deyim bilmirəm. Yəni bu dizə qədər olan şalvar vasitəsilə intibah geyim üslubunu yadda saxlamaq olar. Özdə bu dizə qədər olan şalvar necə adlanırdı? Keçmişdik 5-ci sinifdə, külot adlanırdı. Bəli, yadınızda saxlayın, bu dizə qədər olan belə şalvarlar, Avropa ölkələrində dizə qədər olan belə şalvarlar külot adlanırdı. Necə adlanırdı? Külot adlanırdı. Bu geyim üslubu intibah geyim üslubudur. İntibah üslubunda olan memarlıq abidəmiz hansı idi? Müqəddəs Marianın Çiçəyi kilsəsi. Müqəddəs Marianın Çiçəyi kilsəsini yazın bura. Müqəddəs Marianın Çiçəyi kilsəsi. Bəli, Müqəddəs Marianın Çiçəyi kilsəsi hansı üslubdaydı? İntibah üslubundaydı. Yəni bu geyim üslubu ilə eyni üslubdadır, intibah üslubundadır. İntibah geyim üslubu və ya Renesans geyim üslubu da deyə bilərik. 15-17-ci əsrləri əhatə edir əsasən bu geyim üslubları. İntibah geyimləri İspaniya, yəni bu İspaniyaya aid intibah geyimləridir. İntibah geyimləri İspaniya, deməli 15-17-ci əsrlər, 17-ci əsrlər. İntibah geyim üslubu simmetriyanın olması və üzərindəki bərbəzəyin azlığı ilə diqqəti cəlb edir. Bəli, intibah geyim üslubu simmetriyanın olması və üzərindəki bərbəzəyin azlığı ilə diqqəti cəlb edir. İntibah geyim üslubu simmetriyanın olması və üzərindəki bərbəzəyin azlığı ilə diqqəti cəlb edir.
Bu geyimlər bahalı və mürəkkəb ornamentli parçalardan tikilir. Bu geyimlər bahalı və mürəkkəb ornamentli parçalardan tikilir. Qollar qeyri-adi formada biçilirdi. Bu geyimlər, yəni intibah üslubunda olan geyimlər bahalı və mürəkkəb ornamentli parçalardan tikilir. Bahalı və mürəkkəb ornamentli parçalardan tikilir. Qollar qeyri-adi formada biçilirdi. Qollar isə qeyri-adi formada biçilirdi. Qollar isə qeyri-adi formada biçilirdi. Yadınızda saxlayın, intibah üslubunda olan geyimlərdə qollar qeyri-adi formada biçilirdi. Görürsüz? Diqqətlə baxın qollara. Həqiqətən də qollar qeyri-adi formada biçilirdi intibah üslubunda. Bəli, intibah üslubunda olan geyimlərdə qollar qeyri-adi formada biçilirdi. İntibah üslubunda olan geyimlərdə qollar qeyri-adi formada biçilirdi. Qollar qeyri-adi formada biçilirdi. İntibah geyim üslubunda nə oldu? Simmetriya oldu, üzərində bərbəzəyə nazlığı oldu, bir də qolların qeyri-adi formada biçilməyi oldu. Bəli, bu da intibah geyim üslubuna aiddir. Deməli, qollar hansı geyim üslubunda qeyri-adi formada biçilirdi? İntibahda qeyri-adi formada biçilirdi qollar, geyimin qolları. Qeyri-adi formada biçilirdi intibah üslubunda. Bu intibah üslubumuz oldu. Müqəddəs Marian Çiçəyi kilsəsi İtaliyada yerləşən bu geyim üslubu ilə eynidir. Yəni intibah geyim üslubuna aiddir. Sonra gəldik nəhayət baroko geyim üslubuna. Baroko geyim üslubunu necə yadda saxlayırıq? Baroko geyim üslubu, baroko memarlığında nəyi keçmişdik? Müqəddəs Piotr kilsəsini keçmişdik də, Vatikanda yerləşən. Müqəddəs Piotr kilsəsi, Vatikan. Bəli, baroko memarlıq üslubunda biz Müqəddəs Piotr kilsəsini öyrənmişdik. Yəni Vatikanda yerləşən Müqəddəs Piotr kilsəsi baroko üslubundadır. Yəni bu geyim üslubu ilə eynidir. Bu ekranda gördüyümüz baroko geyim üslubudur. Baroko geyim üslubunu necə yadda saxlayırıq? Baroko geyim üslubu hansı hərflə başlayır? Baroko geyim üslubu B hərfi ilə başlayır. B hərfi ilə başlayır. Elə geyimin özü də B hərfi formasındadır. B hərfini tərsinə çevirəndə həmən bu geyimin forması alınır. B hərfini tərsinə çevirəndə elə B hərfinin tərsinə çevrilmiş forması bu geyimdə öz əksini tapıbdır. Baroko üslubunda olan geyimi isə elə bu donun özü ilə B hərfinə bənzər, tərsinə çevrilmiş B hərfinə bənzər donla yadda saxlamaq olar. Dona diqqətlə baxın, elə bil B hərfini tərsinə çevirmişsən. Bəli, bunu da belə yadda saxlamaq olar. Bu da baroko üslubunda olan geyimdir. Baroko üslubunda olan geyimdir. Bəli, baroko üslubunda olan geyim. Baroko üslubu əsasən 16-cı, 17-ci əsrlərdə. Bu da Fransaya aid, baroko üslubuna aid olan geyimdir. Fransaya aid baroko üslubunda olan geyimdir. Baroko geyim üslubu üçün rəsmilik, ağır geyimlər, ciddi görkəm, dəbdəbə və qeyri-adilik daha səciyyəvidir. Baroko geyim üslubu üçün rəsmilik, ağır geyimlər, ciddi görkəm, dəbdəbə və qeyri-adilik daha səciyyəvidir. Baroko geyim üslubu üçün rəsmilik, ağır geyimlər, bəli, ağır geyimlər, ciddi görkəm, dəbdəbə və qeyri-adilik daha səciyyəvidir. Bəli, baroko geyim üslubunda nə var? Baroko geyim üslubunda ağır geyimlər var. Ağır geyimlər, rəsmilik, ciddi görkəm, sonra dəbdəbə, qeyri-adilik baroko geyim üslubuna aiddir. Baroko geyim üslubuna aiddir rəsmilik, ciddi görkəm, dəbdəbə, qeyri-adilik və ağır geyimlər baroko geyim üslubuna aiddir. Baroko üslubunda olan memarlıq abidəmiz isə Müqəddəs Piotr kilsəsi oldu. Bəli, Müqəddəs Piotr kilsəsi bu geyim üslubu ilə eyni üslubdadır. Sonra gəldik baroko geyim üslubunu hansı açar sözlərlə yadda saxlayırıq? Ağır geyimlər, ciddi görkəm, rəsmilik, dəbdəbə və qeyri-adilik. Baroko geyim üslubuna aiddir. Bu isə gəldik sonuncu geyim üslubumuz olan rokoko geyim üslubudur. Rokoko geyim üslubu ilə eyni üslubda olan memarlıq abidəmiz deməli Versal sarayı. Versal sarayıdır. Fransada, Parisdə yerləşən Versal sarayı. Bəli, rokoko bu geyim ilə eyni üslubda olan memarlıq abidəsi hansı oldu? Yəni rokoko üslubunda olan memarlıq abidəmiz hansı oldu? Versal sarayı.
Versal sarayı. Bu ekranda gördüyümüz isə Rokoko geyim üslubudur. Rokoko geyim üslubuna aiddir. Rokoko geyim üslubudur. Bəli, Rokoko geyim üslubu. Rokoko geyim üslubu 18-ci əsr. 18-ci əsr. Rokoko geyim üslubu 18-ci əsr. Rokoko geyim üslubu çoxsaylı qırçın və atlazdan, müxtəlif aksesuarlardan istifadəyə üstünlük verilməsi ilə bu dövrün geyimlərini daha təmtəraqlı etmişdir. Rokoko geyim üslubu çoxsaylı qırçın və atlazdan, müxtəlif aksesuarlardan istifadəyə üstünlük verilməsi ilə istifadəyə üstünlük verilməsi ilə bu dövrün geyimlərini daha təmtəraqlı etmişdir. Deməli, Rokoko geyim üslubunda açar sözlər nədir? Çoxsaylı qırçınlardır. Sonra müxtəlif aksesuarlardan istifadədir. Bəli, müxtəlif aksesuarlardan istifadə Rokoko geyim üslubuna aiddir. Rokoko geyim üslubu ilə eyni üslubda olan memarlıq abidəsi isə Versal sarayıdır, Fransada, Parisdə yerləşən. Bu da bizim geyim üslublarımızdır. İndi gəlin şəkli olaraq bir daha nəzərdən keçirək. Bu dedik, hansı geyim üslubudur? Antik geyim üslubudur. Antik geyim üslubudur. Antik geyim üslubunda nə var idi? Şaquli deməli xətlər var idi. Bəli, şaquli xətlər var idi. Şaquli qırçınlar var idi. Şaquli qırçınlardan ibarət idi. Baxın, şaquli qırçınlardan ibarət idi. Ayaqqabı isə atlıq və qaytanlardan ibarət idi antik geyim üslubunda. Bu Bizans geyim üslubuydu. Bizans geyim üslubunda nə var idi? Bahalı parçalardan istifadə olunurdu. Şərqə xas olan geyimlərə bənzəyirdi. Yəni, şərqə xas olan bahalı parçalardan istifadə olunurdu və bahalı daşqaşlardan istifadə olunurdu. Əsasən bahalı daşqaşlardan istifadə olunurdu. Bir də bahalı parçaların üzərində hansı naxışlar olurdu? Həndəsi naxışlar olurdu. Məsələn, dairə, kvadrat, əlavə olaraq ulduz və xaçvari naxışlardan istifadə olunurdu. Bu isə roman geyim üslubudur. Roman geyim üslubunda haşiyələr var idi. Baxın, enli xətlər var idi, haşiyələr var idi. Sonra gotik geyim üslubunda nə var idi? İti bucaqlar var idi. İti bucaqlardan ibarət idi. Bir də şaquli xətlərdən ibarət idi. Gotik geyim üslubu. İntibah geyim üslubu. İntibah geyim üslubu. Burada simmetriya var idi, bərbəzəyin azlığı var idi və intibah geyim üslubunda qollar qeyri-adi formada biçilirdi. İntibah geyim üslubunda qollar qeyri-adi formada biçilirdi. Baroko geyim üslubunda ağır geyimlər var idi. Ciddi görkəm var idi, dəbdəbə var idi. Ağır geyimlər baroko üslubundadır. Ağır geyimlər baroko üslubundadır. Rokoko üslubunda da müxtəlif aksesuarlardan istifadə var idi. Bəli, çoxsaylı qırçınlar var idi. Çoxsaylı qırçınlardan ibarət idi. Yəni, bax belə. Deməli, bu geyim üslublarını göz yaddaşı olaraq bir daha nəzərdən keçirək. Antik geyim üslubu, Bizans geyim üslubu, roman geyim üslubu, gotik geyim üslubu, intibah geyim üslubu, baroko geyim üslubu, rokoko geyim üslubu. Rokoko geyim üslubu, baroko geyim üslubu, intibah geyim üslubu, gotik geyim üslubu, roman geyim üslubu, Bizans geyim üslubu və antik geyim üslubu. İndi keçək öyrənmə planımıza. Neçə sualdır? 16 sualdır. Orta əsrlərdə geyim üslublarını öyrənmə planı. Orta əsrlərdə Avropa ölkələrində hansı geyim üslubları mövcud olmuşdur? Orta əsrlərdə Avropa ölkələrində hansı geyim üslubları mövcud olmuşdur? 7 dənə geyim üslubu mövcud olmuşdur. Əsasən antik, Bizans, roman, gotik, intibah, baroko və rokoko. Hansı üslubda olan geyim şaquli qırçınlardan, ayaqqabı isə yalnız atlıq və qaytanlardan ibarətdir. Hansı üslubda olan geyim şaquli qırçınlardan, ayaqqabı isə yalnız atlıq və qaytanlardan ibarətdir. Bu antik üslubda olan geyimdir. Antik üslubda olan geyim yalnız deməli ayaqqabı olaraq yalnız atlıq və qaytanlardan ibarət idi. Bir də şaquli qırçınlardan ibarət idi antik üslubda olan geyimlər. Hansı üslub nə deyir?
Hansı üslubda olan geyimlər şərqə xas olan dəbdəbəli və çox bahalı materiallardan istifadə olunması ilə diqqəti cəlb edir? Hansı üslubda olan geyimlər şərqə xas olan dəbdəbəli və çox bahalı materiallardan istifadə olunması ilə diqqəti cəlb edir? Bizans geyim üslubu. Bizans geyim üslubu. Hansı üslubda olan geyimlərdə daşqaşlarla bəzədilmiş qiymətli parçalardan istifadə olunurdu? Bu da Bizans geyim üslubudur. Bəlidir. Hansı üslubda olan geyimlərdə daşqaşlarla bəzədilmiş qiymətli parçalardan istifadə olunurdu. Bizans geyim üslubunda daşqaşlarla bəzədilmiş qiymətli parçalardan istifadə olunurdu. 5-ci suala baxırıq. Hansı üslubda olan geyimdə parçalar həndəsi motifli dairə, kvadrat, ulduz və xaçvari naxışlarla bəzədilirdi? Hansı üslubda olan geyimdə parçalar həndəsi motifli dairə, kvadrat, ulduz və xaçvari naxışlarla bəzədilirdi? Dairə, kvadrat, ulduz və xaçvari naxışlarla bəzədilirdi Bizans geyimləri. Bəli, Bizans geyim üslubu, Bizans geyimləri kvadrat, dairə, ulduz və xaçvari naxışlarla, ornamentlərlə bəzədilirdi. Bizans geyim üslubu, Bizans geyimləri. Bizans üslubunda olan geyimlər hansı naxışlar bəzəyirdi? Bizans üslubunda olan geyimləri hansı naxışlar bəzəyirdi? Xaçvari naxışları, ulduz naxışları, dairə və kvadrat naxışları bəzəyirdi. Xaçvari, ulduz, dairə və kvadrat naxışları bəzəyirdi. Xaçvari, ulduz, kvadrat və dairə naxışları bəzəyirdi. Sonra 7-ci suala baxırıq. Hansı geyim üslubu antik irsin daşıyıcısı olsa da ona çoxlu əlavə edilmişdir? Sadə və geniş paltarlar, enli xətlər və naxışlı haşiyələr vasitəsilə bəzədilmişdir. Bu roman geyim üslubudur. Hansı geyim üslubu antik irsin daşıyıcısı olsa da, ona çoxlu əlavələr edilmişdir? Sadə və geniş paltarlar, enli xətlər və naxışlı haşiyələr vasitəsilə bəzədilmişdir. Roman geyim üslubu. Bəli, roman geyim üslubunda nə var idi? Haşiyələr var idi. Geyimin aşağı hissəsini haşiyələr bəzəyirdi, naxışlı haşiyələr bəzəyirdi. Haşiyə sözünü harda görsək, roman geyim üslubunu götürürük. Bəli, roman geyim üslubu antik irsin daşıyıcısı olsa da ona çoxlu əlavələr edilmişdi və onu haşiyələr bəzəyirdi. Sonra gəldik 8-ci suala baxaq. Şaquli xətlərin və iti bucaqların çoxluğu, şaquli xətlərin və iti bucaqların çoxluğu həm memarlıqda, həm də geyimlərdə hansı üslubun ən mühüm cəhətlərindən sayılır? Gotik üslubun ən mühüm cəhətlərindən sayılır. Bəli, gotik üslubdur. Bu gotik geyim üslubudur. Gotik üslubda istər memarlıq olsun, istər geyim olsun, gotik üslubda şaquli xətlər olur, bir də iti bucaqlar olur. Bəli, şaquli xətlər və iti bucaqlar həm geyimlərdə, həm də memarlıqda gotik üslubun əsas xüsusiyyətləridir. Gotik üslubun əsas xüsusiyyətləridir. Şaquli xətləri ilə iti bucaqlar. Sonra gəldik. Hansı geyim üslubu simmetriyanın olması və üzərindəki bərbəzəyin azlığı ilə diqqəti cəlb edir? İntibah geyim üslubudur. Simmetriyanın olması ilə diqqəti cəlb edən. Deməli, hansı geyim üslubu simmetriyanın olması və üzərindəki bərbəzəyin azlığı ilə diqqəti cəlb edir? İntibah geyim üslubu. Hansı geyim üslubu bahalı və mürəkkəb ornamentli parçalardan tikilir, qollar qeyri-adi formada biçilirdi? Hansı geyim üslubu bahalı və mürəkkəb ornamentli parçalardan tikilir? Bahalı və mürəkkəb ornamentli parçalardan tikilir. Qollar qeyri-adi formada biçilirdi. Qollar qeyri-adi formada biçilirdi. Bu intibah geyim üslubudur. Bəli, intibah geyim üslubunda qollar qeyri-adi formada biçilirdi. İntibah geyim üslubunda. Hansı geyim üslubunda qollar qeyri-adi formada biçilirdi? İntibah geyim üslubunda. Bəli, hansı geyim üslubunda qollar qeyri-adi formada biçilirdi? İntibah geyim üslubunda. Yadınızda saxlayın. İntibah geyim üslubunda qollar qeyri-adi formada biçilirdi. İntibah geyim üslubunda. Hansı geyim üslubu üçün rəsmilik, ağır geyimlər, ciddi görkəm, dəbdəbə və qeyri-adilik daha səciyyəvidir? Hansı geyim üslubu üçün rəsmilik, ağır geyimlər, ciddi görkəm, dəbdəbə
və qeyri-adilik və qeyri-adilik daha səciyyəvidir baroko geyim üslubu üçün. Bəli, baroko geyim üslubunda nə var idi? Ağır geyimlər var idi. Harda ağır geyimlər sözünü görsəz, ağır geyimlər sözünü görsəz, bilin ki, söhbət baroko geyim üslubundan gedir. Baroko geyim üslubunda da ağır geyimlər. Baroko geyim üslubundadır. Ağır geyimlər baroko geyim üslubundadır. 13-ə baxırıq. Baroko geyim üslubu ilə hansı Fransa kralını nə deyir? Deyir, baroko geyim üslubu hansı Fransa kralının dövrünə təsadüf edir? Aha, baroko geyim üslubu hansı Fransa kralının dövrünə təsadüf edir? Buna aid burada konspekt hazırlamışdım. Qoy görün buradadırmı? Yoxsa o birisi mövzudadır. Dərsən o birisi mövzuda yerləşdirmişəm o konspekti. Burada həmən ona aid konspekt hazırlamışdım. Hə. Yox, burada yox. O biri mövzudadır. Mebeldə yerləşdirmişəm o konspekti. Nəysə. Yadımızda saxlayaq. Fransa kralı 14-cü Ludovikin dövrünə aiddir. Baroko geyim üslubu. Bəli, Fransa kralı 14-cü Ludovikin dövrünə aiddir. Baxın, baroko geyim üslubu Fransa kralı 14-cü Ludovikin dövrünə aiddir. Fransa kralı 14-cü Ludovikin dövrünə aiddir. Bəli, baroko geyim üslubu, ümumiyyətlə baroko dövrü. Baroko geyim üslubu, yəni ümumiyyətlə baroko geyim üslubu, Fransa kralı 14-cü Ludovikin dövrünə aiddir. Fransa kralı 14-cü Ludovikin dövrünə aiddir. Fransa kralı olan 14-cü Ludovikin dövrünə aiddir. Baxın, baroko üslubu 14-cü Ludovikin dövrünə aiddir. Rokoko üslubu 15-ci Ludovikin dövrünə aiddir. 14-15 baroko, rokoko. Belə yadda saxlamaq olar. Bəli, bu geyim üslubu, baroko üslubunda olan geyim, deməli, Fransa kralı 14-cü, bəli, Fransa kralı 14-cü Ludovikin dövrünə aiddir. Aha, harada qalmışdıq? Aha, sonra, 13-də qalmışdıq da. Deyib, baroko geyim üslubu hansı Fransa kralının dövrünə təsadüf edir? Baroko geyim üslubu hansı Fransa kralının dövrünə təsadüf edir? Fransa kralı 14-cü Ludovikin dövrünə təsadüf edir. Fransa kralı 14-cü Ludovikin dövrünə təsadüf edir. Fransa kralı 14-cü Ludovikin dövrünə təsadüf edir. 14-cü Ludovik. Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə aid olan geyim üslubu. Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə aid olan geyim üslubu. Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə aid olan geyim üslubu baroko geyim üslubudur. Dedim, necə yadda saxlayırıq? Buna aid konspektdə hazırlamışam. Sadəcə onu mebeldə, o konspekti mebeldə yerləşdirmişəm, şəkillə hazırlamışam daha asan yadda saxlamaq üçün. Deməli, mebel üslublarında o konspekt üzərindən öyrənərik bunu bir daha. Deməli, dedim necə yadda saxlayırıq. Baxın, baroko, sonra rokoko üslubu gəlir. Yəni, əvvəlcə baroko üslubu gəlir, sonra rokoko üslubu gəlir. Əvvəlcə 14-cü Ludovik gəlir, ondan sonra 15-ci Ludovik gəlir. Yəni, belə ardıcıllıqla yadda saxlamaq olar kodlaşdırıb. Bizə nə deyir burada? Deyir, Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə aid olan geyim üslubu. Yadınızda saxlayın, Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə aid olan geyim üslubu. 14-cü Ludovikdən söhbət gedirsə, bu baroko üslubudur. Bəli. Baroko üslubu 14-cü Ludovikə aiddir. Əgər 15-ci Ludoviki soruşsaydı, onda o rokoko üslubu olardı. Deməli, 14-15 baroko, rokoko. Baroko, rokoko, 14-15. Belə yadda saxlayırıq. Deməli, gəlin bu suallara bir də baxaq. Baroko geyim üslubu hansı Fransa kralının dövrünə təsadüf edir? Fransa kralı 14-cü Ludovikin dövrünə təsadüf edir. Fransa kralı 14-cü Ludovikin hakimiyyəti dövrünə aid olan geyim üslubu baroko geyim üslubudur. Hansı geyim üslubu çoxsaylı qırçın və atlazdan, müxtəlif aksesuarlardan istifadəyə üstünlük verilməsilə bu dövrün geyimlərini daha təmtəraqlı etmişdir. Rokoko geyim üslubudur bu. Müxtəlif geyim üslublarının aid olduğu əsrləri sadala. Bunlar da memarlıq üslublarında olan əsrlərlə eynidir. Məsələn, intibah üslubu 15-17-ci əsrlərdir, rokoko üslubu 18-ci əsrdir. Belə yadda saxlayırıq. Bununla da bu mövzumuz bitdi. Aha, başqa nə qaldı burada? Məncə hamısını dedim. Başqa nə qaldı görüm nəzərimdən qaçan. Başqa heç nə qalmadı. Bir də burada belə konspekt hazırlamışam.
açar sözlərlə yadda saxlamaq. Gəlin buna da baxaq tez. Antik geyim üslubu şaqli qırçınlardır. Atlıq və qaytanlardan ibarət ayaqqabıdır. Bizans geyim üslubunda bahalı daşqaşlarla bəzədilmiş parçalardır. Dairə, kvadrat, ulduz və xaçvari naxışlardır. Roman geyim üslubunda antik irsin daşıyıcısı, enli xətlər, naxışlı haşiyələr. Gotik geyim üslubu şaqli xətlər, iti bucaqlar, şaqli xətlər, iti bucaqlar. Gotik geyim üslubu, intibah geyim üslubu deməli simmetriya, mürəkkəb ornamentlər, qollar qeyri-adi formada biçilirdi. Qollar qeyri-adi formada biçilirdi intibahda. Baroko geyim üslubunda ən birinci ağır geyimlərdir, ciddi görkəmdir. Sonra ciddi görkəm, rəsmilik, dəbdəbə, qeyri-adilik və Fransa kralı 14-cü Ludovikin dövrünə düşürdü bu. Fransa kralı 14-cü Ludovikin dövrünə düşürdü baroko üslubu. Bir də rokoko geyim üslubunda nə var idi? Təmtəraq var idi, çox saylı qırçınlar var idi, bir də müxtəlif aksesuarlardan istifadə var idi. Təmtəraq, çox saylı qırçınlar və müxtəlif aksesuarlardan istifadə də rokoko geyim üslubuna aiddir. Başqa nə qaldı? Heç nə qalmadı. Öyrənmə planımızda olan suallarımızı da oxuduq. Başqa məncə heç nə qalmadı. Gəlin geyimləri bir daha nəzərdən keçirdək. Bitsin bununla da antik geyim üslubudur. Bu antik geyim üslubudur. Bizans geyim üslubudur. Roman geyim üslubudur. Gotik geyim üslubudur. İntibah geyim üslubudur. İntibah geyim üslubunu dedik. Bu dizə qədər olan külot adlanan şalvarla yadda saxlayırıq. Bu dizə qədər olan şalvar necə adlanırdı? Avropa ölkələrində külot adlanırdı. Bu intibah geyim üslubudur. Bunu şortiklə yadda saxlayırıq belə. Sonra bu baroko geyim üslubudur. Baroko geyim üslubunda dedim necə yadda saxlamaq lazımdır. Bu don bu hərfinin tərsinə çevrilmiş formasıdır. Baroko geyim üslubudur. Bu rokoko geyim üslubudur. Geyim üslublarımız bitdi. Burada qədim xalqların milli geyimləri. Bir də qədim xalqlara olan geyimlər verilibdir belə. Məsələn, bu qədim Mesopotamiya geyimləridir. Yəni Şumerlərə aid olan geyimlərdir, Misirə aid olan geyimlərdir. Bu da Yunanlılara aid olan geyimlərdir. Bu qədim Mesopotamiya geyimləri, yəni Şumerlərin qədim geyimləri. Şumerlər bu tərzdə geyinirdi. Qədim Mesopotamiya geyimləri, yəni qədim Şumerlərin geyimləri. Mesopotamiya əhalisinin geyimləri bu cür idi. Sonra bu Yunanların geyimidir. Qədim Yunan geyimləridir. Yunanların geyimidir. Bu isə Misirlilərin geyimidir. Bu qədər. Bununla da bu mövzumuz bitdi.